Salam dəyərli izləyicilər, xoş gördük sizləri. Deməli biz bugün baxacağıq blok imtahanının informatikadan olan cavablarına. İzahını da bu videodan sonra çəkəcəm. Hal-hazırda bu video ancaq cavablarını qeyd edirəm. Deməli birinci sualımız 61-ci sualımız olacaq C variantı. İkinci sual 62 C variantı. 63 C variantı. 64-cü sualımız D variantı. Bu şəkildə yoxlayın, sonra izahını çəkəcəm. 65-ci sualımız olur B variantı. 66-cı sualımız 66'dan almışdıq B variantı. 67 C variantı. 68 A variantı. Ondan sonra deməli 69-cu sualımız Y variantı. 70-ci sualımız olacaq A variantı. Kimsə düzləri var yetər qədər. 71-ci sualımız A variantı, bir dənə səhvi var. 71-i dedikdə düzdürmü? 72-ci sualımız C variantı. 73-cü sualımız A variantı. 74 olacaq deməli C variantı. 75 Y variantı. 76-cı sualımız. 76-da cavab yadımdan çıxdı. Bir dəqiqə onu qeyd edeyim. 76 deməli B variantı. 77-ci sualımız D variantı. 77 deydim bizə dəqiqə 3 lazerli printer, klaviatur kompüter, D variantı. Onu səhv yazıb. 78-ci sualımız A variantı idi. 79-cu sualımız D variantı. 80-ci sualımız Y variantı. 81 olacaq B variantı. Ondan sonra 82-ci sualımız olur nə? D variantı. 83-cü sualımız olacaq 12. 84-də deməli 350. Ondan sonra 85-də 85-də bu variantda burada 3 idi cavab. 3. Bunu deyəsən düz yazıb, bura 3 qeyd edib. 86-cı sualımız. 86-cı sualda ən kiçik istəyirdi. Ən kiçik burada olacaq 205. Ən kiçiyin rəqəmlərin cəmi 2 ilə də 5 toplayırsınız. Cavab burada 7 olmuş olur. 86 idi də düzdürmü bu? 87-ci sualımız. 87-ci sualımız deməli 1, 2, 3. 1 olacaq B, C, 2 olacaq D, 3 olacaq A və Y. Belə variantlı testlərinizi yoxlayırsınız. Ümidvaram cavablarınız çox olacaq, düzgünlər. İndi bu videonun ardınca da izahı çəkirəm. İzahı belə xırdalığına gedəcəm ki, növbəti şansa da rahat olasınız. Həmin izah videosunda bu qurmaları da işləyəcəyik. Belə, hələlik.